məmləkətimizi sevə bilmirik. Biz dövlətimizi sevə bilmirik, açıq deyirəm. Nə mane olur? Nə mane olur? Bizi bölüblər kəndlərə, rayonlara, ayrı-ayrı zonalara. Lənkəran zonasıdır, o nə bölgəçilik. Bölgəçilik. 1918-ci ildən 2018-ci ilə qədər. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin dövründə mənim 114,6 min kvadrat kilometr mənim vətənim var idi. Doğram oldu. Nə oldu? 100 il keçib 2018-də indi 54-56 min kvadrat qalıb. 114-dən yarıdan çoxu gedir. Mən qorxuram ki, mənim nəvələrimə qalmayacaq. Biraz daha az qala. Daha az, 5 bəlkə qalmayacaq. Mən çox qorxuram, açıq deyirəm. Nədən qorxuram? Biganədir vətəndaşlarımız öz vətəninə qarşı. Azərbaycanla fəxr eləmək lazımdır. Azərbaycan Bakı ilə fəxr eləmək lazımdır. Gözəlliyi ilə fəxr eləmək lazımdır. İnsanların qürurlarıyla qürurlu bir vətəndaş yetirmək lazımdır. Valideynlərə sözümdür. Uşaqlarınızı çox qısqanc öyrətməyin, qorxaq öyrətməyin. Hansı millət ölümdən qorxmusa yaşayacaq? Ölümdən qorxan adam yaşaya bilməz. Latın xalqı yoxdur. Latın dili var amma dil qalıb. Biz ondan istifadə edirik. O qədər qorxaq, o qədər tülk olublar ki, amma o qədər də savadlı olublar. Nə olsun savadlı? Qüruru yoxdur. Elm var idi amma qüruru yoxdur, qorxaq. Vətən heysiyyatı oldu. Yoxdur vətən heysiyyatı olan. Bizdə də azdır deyirsiniz, eləmi? Bizdə də azdır vətən heysiyyatı. Rəşid müəllim, biraz ola bilsə bəsit bir fikir oldu. Bu müharibələr xalqın genofonduna təsir edə bilərdimi? 41-45 və sonra da Qarabağ müharibəsi. O ki, daha ürəkli fərdlər, daha qürurlu fərdlər, daha təəssübkeş fərdlər getdilər, qırıldılar və azaldılar. Bu prosesə inanırsınızmı? Yoxsa bu tam ola bilməz o. Əsatirdir. Yox, bu tam ola bilməz elə ki, bütün millətin hamısının yox, tam demirik, amma böyük əksəriyyət ola bilər. Böyük əksəriyyət olur, bəli, ola bilər. Təsir eləmiş olar. Amma bununla o demək deyil ki, belədir. Bizim bax, dövlətin də, millətin də, xalqın da sərvəti onun ziyalısıdır. Bir ziyalı yalaqdırsa, yaltaqsa, bir it yalına hürürsə, vay o millətin halına. Vay bizim halımıza, bizim alimlərimizin çoxu yalaq yaltaqdır. Açıq danışıram mən. Ayıbdır bunlar hamısı.